Tabii ki bizim insanlarımızın içerisinde xeyli derecede narahatçılık olan adamlar əsəbə bağlıdır. Yani panik atak, fobiya, her şeyden korkur. Qapı açıq qalmasa yata bilmirlər. Ki biraz hardasa bir hava gələn olma, metroya minə bilmirlər, avtobusa minə bilmirlər. Və son nəticədə də nə olur? Son nəticədə də bunların o sinir sistemi qoymur. Onu da vaxtında müalicə eləməyəndə digər ağırlaşmalara gətirib çıxarır. Digər ağırlaşmalar da təbii ki, son nəticədə özünü yanaşı daha da ağırlaşmış formada nevroloji xəstəliklərə gətirib çıxara bilir. Bəzən görürsən miqren yanaşı ürək nevrozu və yaxud mədə-bağırsaq nevrozu. Mədə-bağırsaq nevrozunda sən mədəni müalicə edirsən, nədir? Mədəmdə ağrı var. Başqa nə var? Doktor yemək yeyən kimi gürültü əmələ gəlir, gəyirməz, gəyirəndən sonra rahatlanıram, bağırsamda sanca əmələ gəlir, bir şey yemək yeyirəm, yəni olur sakitləşir. Yəni mütləq orada sən mədə-bağırsağa nə qədər müalicə edirsən elə effekt verməyəcək. Çünki əsəbi müalicə eləyən kimi o dəqiqə effekt verir. Əsəbi müalicə eləyən kimi o dəqiqə effekt verir.